bizim üçün ən pis xəbər nədir? Yaradıcı adamlar üçün. Süni intellekt. Bəstəkarlar üçün, rəssamlar üçün, yoxsa da şairlər üçün. Süni intellektin yazdığı şeyləri mən də görmüşəm, göstərmişlər, rəyimi soruşdular başqa bir kanalda. Mən dedim ki, süni intellektin yazdığı şeirlərlə mənim başqasının, insanın yazdığı şeirlər arasında fərq nədir? Mən Allah yaradım, süni intellekti mən yaratmışım. Yaradılan heç vaxt yaradandan mükəmməl ola bilməz. Bir insan vəfatı anında, yəni can çəkişərkən kimləri və yaxud nəyi görmək istəyir? Pullarımı gətirin, onu sayım demir. Diplomlarımı gətirim, əl çəkim demir. Maşınlarımı mənə göstərin demir. O övladların əzlərini görmək istəyir. Bu özü də bizə belə bir mesaj verir ki, həyatın mənası fani şeylərlə ola bilməz. Mənəviyyat dalınca qaçdıqca, ruhun dalınca qaçdıqca, Allahın dalınca qaçdıqca həyatın nə qədər mənalı olduğunu hiss etməyə və yaşamağa başlayırıq. Sosial şəbəkələr qohumluq əlaqələri məhv edir. Tək adamlar var ki, bir-birinin görüşürlər. Çünki hamı WhatsApp üzərindən, Telegram üzərindən, Facebook üzərindən canlı açar və bir-birini görür. Dünya balacalaşıb, hər yerinə əlaqə saxlaya bilərik. Amma o qohum üçün çay qoymaq, süfrə açmaq, onunla canlı oturub danışmaq və s. bütün bunlar sıradan çıxıb gedir. Bugün müəllim sadəcə bilik ötürücüsü halına gəlmişdir. Təkcə bilik alan bir insanın ancaq intellekti inkişaf eləyər. Bəs şəxsiyyət? Şəxsiyyətin formalaşması üçün intellekt də lazımdır, mənəviyyat da lazımdır, mədəniyyət də lazımdır. Bugün ən böyük mənə gəlir ki, problem insanın bir-birinə laqeydliyidir, soyuqqanlığıdır. Baxırsınız, pandemiya dövrünü biz niyə rahat atlatdıq? Çünki hamının əlində telefon var. Ünsiyyət imkanı var. Mobil telefondan qabaq pandemiya baş versəydi, 1 milyard adam ölərdi. Dəli olardılar. Biz bir-birimizdən ötürü dəli olardıq. Bir anlıq Leyla Məcnunun əlinə planşet vereyim. Təsəvvür ki, onların əlində sosial şəbəkə. Heç onlar bir-bir üçün o qədər darıxmazdılar. Salam əziz Amin izləyiciləri. Yeni studiyadan sizi salamlayırıq və maraqlı bir mövzu və qonaqlarla gəlmişik hüzurunuza. Öncə qonaqlarımı təqdim edeyim, sonra mövzu haqqında danışarıq. Qulaq Səs, şair, jurnalist, Ulduz Ədəbiyyat Jurnalının baş redaktoru. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Və bizim daimi ekspertimiz Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, İlahiyyat İnstitutunun müəllimi. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Bugünkü mövzumuz həyatın mənası haqqında olacaq. O qədər fundamental anlayışdır ki, hər şeyin kökünə oturur və bizim düşüncələrimizi, həyat yolumuzu müəyyən edir. Bunun haqqında adamlar düşünə bilərlər, düşünməyə bilərlər, amma hər halda hər bir insanın bir məna anlayışı var. O məna anlayışından o həyatına başlayır. Qulu müəllim, sizdən başlayaq. Sizə görə həyatın mənası nədir? Yaradıcılığınızda buna yer ayırırsınızmı özəl olaraq bir refleksiya eləmisinizmi buna? Yəqin ki, bizim bütün həyatımız məhz o sualın axtarışına həsr olunur. Çünki başqa cür yaşamağa dəyməz. Hətta həyatın mənasız olduğunu düşünənlər də o sualdan yayına bilməyiblər. Və çox maraqlıdır ki, filosoflar özləri də həyatın mənasıyla bağlı yekdin rəyə gələ bilmirlər. Mənim ən çox xoşuma gələn fəlsəfi rəy odur ki, insan özü, öz həyatına məna rəng qatmalıdır. Yəni o boşluğu, onu doldurmalıdır. Biz əgər axtarsaq ki, həyatın mənası nədir? Gərək birinci başlayaq həyatın özündən. Həyat özü nədir? Mütləq. Bilirsiniz ki, deyirlər ki, bir çayda 2 dəfə çimmək olmaz. Bu axar suya aid deyil. Bu bir məcazdır, bu bir təşbihdir, bu bir metaforadır. Bu burada ömürdən gedir. Çünki ömürdə bir ömrü 2 dəfə heç kəs yaşayamaz. Yəni həyat bizdə bir dəfə verilir və biz onun içini nə ilə doldururuq? O həyatın içini nə ilə doldururuq? Yəni hər bir adama filosofluq, şairlik, hakimlik, hər bir istedad verilir. Amma yetər ki, sən onun hansın özündə oyadırsın və... Hər adam şair ola bilər. Yox, yəni bütövlükdə Adəm övladından söhbət edir. Axı biz bütöv götürəndə hamımız eyni adamlar, hamımız bəlkə də bir adamıq, hamımız bəlkə də bir Adəmik. O mənada. Yəni məndə olmayan sizdə varsa,
siz mən bizim aramızda nə böyük fərq Zaten var. biz şairləri ona görə oxuyuruq ki, o sanki mənim ürəyimdəkiləri ifadə Bəli, edir. amma mənim çox balaca bir şeirim var. Yadıma düşmüşkən onu demək istəyirəm. Deyə. Həzərat cəmi 3 suala cavabdır həyat. Kim? Heç kim. Hara? Heç ara. Nə vaxt? Heç vaxt. Sualı da qoşsuz, cavabı da verirsiniz. Elvisal müəllim, sizə keçid eləmək istəyirəm. Dində istəyərəm ki, bir öncə dinin çərçivələrini də verək ki, həyatın mənasına bir cavab varmı? Bəziləri deyir ki, bu subyektivdir də, hərənin öz həyatının mənası var. Amma din də həmişə mütləq həqiqətə iddialı bir platformadır, bir düşüncə sistemidir. Və dinə görə həyatın mənası nədir? İnsan niyə görə gəlib yer üzünə? İnsan istər inanclı olsun, istər olmasın. O şuurlu varlıq olduğundan onun taleyini müəyyənləşdirən bu suala cavab axtarır. Mən nə üçün varam? Üstəlik, o cavanlığın təlatümlü illəri keçib getdikdən sonra insan o 40 yaşına çatdıqda həyatda maddi sarıdan yaxud intellektual sarıdan müəyyən məsafə qət eləyəndən sonra bax bu sual onu daha çox düşündürür. Nəinki düşündürür, onu yeyir, bitirir. İnsan bu suala cavab tapmalıdır. Çünki həyat elə bir anlayışdır ki, sən ondan imtina eləyə bilmirsən. İmtina etdiyində ölüm baş verir. Orada isə həyatda ikən deyilsən. Yəni, həyatdan imtina eləsən, sən artıq bu həyatın içində olmursan. Həyatın içində ikən onun cavabını tapmaq lazımdır. Və üstəlik bu təkcə şuurlu bir proses deyil. İnsanda 4 meta gen var. Onlar məna axtarışı, yenilik axtarışı, ölümün fərqində olmaq, bir də zamana şuurlu münasibət bəsləməkdir. Bunlar metakognitiv genlərdir. Yəni fövqəl idrak. Təkcə insan düşünmür, onun genetikasında bu var. Üstəlik, elə bir məsələ ilə üz-üzə qalır ki, insan onun cavabını birbaşa tapa bilmir. Nədir o? Bir şeyin nə məqsədlə olduğunu müəyyənləşdirmək üçün onun səbəbkarı biz olmalıyıq. Həyatın və özünün səbəbkarı insan deyil. İnsan yaradılıb. Yaxud ateist nöqteyi nəzərindən desək, yaranıb. Amma yenə də özünün səbəbkarı deyil. Yəni biz yaratmamışıqsa biz bilmirik mənası nədir. Ona görə də insanoğlu bunun cavabını tapmaq üçün səbəbkara müraciət eləməlidir. Elm də bu işdə onun köməyinə gələ bilmir. Çünki müasir elm həyatın mənşəyini öyrənir. Həyatın başlanğıcını öyrənir. Həyat necə işləyir, bax bunu öyrənir. Amma həyat nə üçün mövcuddur kimi suala müasir elm cavab vermir və bununla da məşğul olmur. Üzr istəyirəm. Ümumiyyətlə elmin sualları içərisində bu yoxdur. Məna sualı yoxdur. Bu fəlsəfədə var, elmin dində sualı var. içərisində nə vardır? Nə, necə, harda? Bu var. Amma nə üçün sualına cavab verə bilmir? Elm nə qədər möhtəşəm olsa da, bax, insan və həyatın nə üçün mövcud olmağı kimi tale yüklü suala cavab vermə baxımından məhduddur. Mən həmişə bu sual mənə veriləndə, Müşfiq müəllim, belə bir müqayisə aparmağı sevirəm. Firəngiz xalanın tortu misalında. Əgər tortu bişirmiş Firəngiz xala, o özü bu tortu nə üçün bişirdiyini bizə deməsə, hətta Nobel mükafatı almış alimlər o tortu nə qədər öyrənirlərsə öyrənsinlər, tortun nə üçün bişirildiyini ancaq təxmin eləyə bilərlər. Hansı hadisə ilə bağlı? Dəqiq cavab üçün mütləq Firəngiz xalaya müraciət eləmək lazımdır. Nəvəsinin adı günüdür. O da hələ düzün desə. O da düzünü desə. Bəli. Bu baxımdan biz həyatın nə üçün var olduğunu, bizim nə üçün var olduğumuzu, bax bu suala cavab üçün bizim səbəbkarımıza müraciət eləməliyik. Bax bu mücərrəd bir sualdır. İnsan düşünməklə mücərrəd şeylər haqqında konkret cavab tapa bilmir. Çünki o mücərrəd bir şeyi necə təsəvvür eləyirsə ona uyğun cavab verir. Amma mücərrədlik fiziki bir şey deyil ki, onu konkret ölçə bilək, müşahidə edə bilək, onu laboratoriyaya daxil edək. Bu mümkün deyil.
Buna görə bizə informativ bilik lazımdır. Kimsə bunu bizə deməlidir. Bir var, həyatın nəyə xidmət etdiyini sözlü olaraq öyrənək. Bir də var ki, həyatın mənalı olduğunu hiss eləməyə başlayaq. İnsan həyatda dünyanın deyil, maddi şeylərin deyil, həzzin deyil, mənəviyyatın arxasınca qaçdıqca o həyatın nə qədər fərqli olduğunu hiss eləməyə başlayır. Və hiss eləyirsən bunu. Və mən bunu çox vaxt ruhla əlaqələndirirəm. Yəni, həyatın mənası dünya ilə əlaqəli maddi şeylərdə deyil. Bunlar hamısı fanidir. Və bir filosofun yaxşı bir sözü var. Nə vaxtsa yox olacaq bir şeylər ətrafında bütün planları qurmaq, strateji düşünmək deyil. Və ona görə də insan öz ruhuna köklənəndə, ruhu ilə məşğul olmağa başlayanda, ruhunu yaxşı əməllərlə cilalayanda, saf edəndə o həyatın çox mənalı olduğunu hiss etməyə başlayır. Ona istəyir bunu desinlər, istəyir deməsinlər. Çünki ruh insana fərqli hissləri yaşadır. Sən ruhunla məşğul olmağa başlayanda istər-istəməz Allahı tapırsan. Baxın, Allah haqqında oxuduqdan sonra ruhla məşğul olmaq ayrı bir şeydir. Ruhla məşğul olmağa başladıqdan sonra, mənəviyyata kökləndikdən sonra Allahı hiss eləmək tamamilə başqa bir şeydir. İkinci növ insanlar daha Allah sevərdilər. Daha çox Allaha bağlıdırlar. Və insan Allahla məşğul olmağa başlayanda həyatın mənasını dərk eləməyə başlayır. Bugün həyatı bizim üçün mənalı etməkdə ən böyük əngəl ölümdür, fanilikdir, nisbilikdir. Ölümün fonunda hər şey mənasızdır. Baxın, bir insan vəfatı anında, yəni can çəkişərkən kimləri və yaxud nəyi görmək istəyir? Bu haqda düşündükmü? Pullarımı gətirin, onu sayım demir. Diplomlarımı gətirim, əl çəkim demir. Maşınlarımı mənə göstərin demir. O övladlarını, əzizlərini görmək istəyir. Bu özü də bizə belə bir mesaj verir ki, həyatın mənası fani şeylərlə ola bilməz. Biz mənəviyyat dalınca qaçdıqca, ruhun dalınca qaçdıqca, biz Allahın dalınca qaçdıqca həyatın nə qədər mənalı olduğunu hiss etməyə və yaşamağa başlayırıq. Və onda biz intuitiv olaraq hiss eləyirik ki, nəsə fərqli bir dünyaya düşmüşəm, yenidən doğulmuşam. Çox maraqlı. Üzr istəyirəm, bu şeyi davam eləyərik. Əlbəttə. Mən anlayıram ki, dində bu sualın cavabı qısa olmayacaq. Əlbəttə. Və inşallah ikinci sualımda onu davam eləyərik. Qulu müəllim, Elifsal müəllim bir məqama toxundu, ölüm məqamı. Yaradıcı insanın həyatında da ölümün dərki, məna axtarışlarına insanı sövq eləyə bilər. Əslində tetikləyir də bəlkə məna anlayışları. Bəziləri də mənasızlığa gəlib çıxır. Məsələn, eksistensialist filosoflar kimi. Doğrudur. Bu əlaqə haqqında bir şeylər düşünürsünüz. Bunların hər biri çox böyük mövzulardır. Mən sizlə söhbətə gələndə xatırladım ki, dünyanın rəsmi ilk filosofu Melisli Falesti, o yaradılışın əsasını suda görür. Deməli, biz həyatın mənasını axtarsaq, qəvvas olmalıyıq. Yəni, bir halda ki, yaradı, onun nəzəriyyəsinə görə. Və informasiya ilə bağlı mən hörmətli fəlsəfə doktoruna çatdırım ki, çağdaş informasiya insanı ruhunu zədələyir. Çünki biz gün ərzində lazım olmayan sonsuz sayda xəbərləri alırıq. Və əgər biz daha çox kamil insan olmağa can atırıqsa, biz gərək onu süzgəcdən keçirə bilək. Çünki kriminal xəbərlər, boyat xəbərlər, pis xəbərlər və s. Bunlar bizi istər-istəməz bizim ruhumuzu, bizim nəinki bədənimizi, bizim ruhumuzu belə zədələyir. Dünya görüşü zədələyir. Ən çox pis hadisələri deyirlər. Çünki skandal hərəkətlər, nə bilim, ölümlər, itimlər yanlış bir dünya mənzərəsi yaranır. Bizim üçün ən pis xəbər nədir? Yaradıcı adamlar üçün. Süni intellekt. Bəstəkarlar üçün, rəssamlar üçün, yoxsa da şairlər üçün. Hətta filosoflar üçün. Bir halda ki, bir insana sifariş verirsən, kim məsəl üçün də nəsə eləmək, rəssama, bəstəkara və yaxud şairə. İndi bu işi
Süni intellekt yerinə yetirir. Və süni intellektin yazdığı şeyləri mən də görmüşəm, göstərmişlər, rəyimi soruşdular başqa bir kanalda. Mən dedim ki, süni intellektin yazdığı şeirlərlə mənim başqasının, insanın yazdığı şeirlər arasında fərq nədir? Mən Allah yaradım. Süni intellekti mən yaratmışam. Yaradılan heç vaxt yaradandan mükəmməl ola bilməz. Mənim yazdıqlarımı mən Allah yaratdığına görə mən öz yaratdığımı yazdığında mütləq irəlidə olmalıyım. Burada da bir şey var, üzr istəyirəm. O, insan təfəkkürünü toplayır, akkumulyasiya edir. O, insan təfəkkürü əsasında fikirlər ürətir də, istehsal edir. Bizim təfəkkürümüz də ilahi mənşəyi olduğu üçün o da dolayısıyla birbaşa Allaha bağlı ola bilər. O zaman nə tərəf? Oksigen məlum olur ki, başqa ulduzların partlamasından yaradır. Düzdürmü? Və insan özü bütövlükdə bir, yəni insan öz varlığı ilə öz dərisinin altında məhdudlaşmır. Onun özü bir planetdir, hər bir insanın az qala. Və bizim görün nə qədər kənardan, ayrı-ayrı yerlərdən bizə informasiyalar gəlir. Biz onu hansısa bir cansız nəyəsə tətbiq eləyə bilmərik. Biz həyatın mənasından danışanda bir şey yadıma düşmüşkən deyim. Bilirsiniz ki, bu duyğu orqanları var. Bunların yazıçılar haqqında, şairlər haqqında, yaradıcı adamlar haqqında, bəstəkarlar haqqında deyirlər ki, onların 6-cı hissi var. Bəli. Düzdürmü? Bu intuisiyanı adlandırırlar. Biz məsələn təxmin edirik ki, filan şey ola bilər. Dində bəsirət gözləyir. Bəli. Bəsirət gözü. Amma baxın, mənə elə gəlir ki, çağdaş insanın 7-ci hissi çatışmır. Hətta. Ən məsul, ən deməli vacib olan. Onun adı bilirsiniz nədir? Müasir insanın məsuliyyət hissi. Vicdan, ruh. Məsuliyyət hissi. Lap belə mən onu əmək qanunvericiliyinə uyğun şəkildə məsuliyyət hissi adlandırırım. Adamlar eləməli olduqları işi görmürlər. Və hələ uzun illər qabaq o kombayn çıxandakı hansı ki yeri əkir, toxumu səpir, onu kultivasiya edir, başqa işlər, nə bilim, nə işləri görür və sonra da o məhsulu biçir. Onda Gürcü yazısı öz əsərində ona etirazını bildirmişdi ki, bu kəndini torpaqdan soyudacaq. İndi biz bu süni intellekt dünya belə nəql etməklə yavaş-yavaş insanı sıradan çıxarırıq. Birazdan bizim yerimizə taksi çağıracaq, bizim yerimizə şiir yazacaq, bizim işimizi görəcək. Həmin o süni intellekt var. Məlum olacaq, biz artıq, baxın, sosial şəbəkələr qohumluq əlaqələri məhv edib. Tək-tək adamlar var ki, bir-birinin görüşürlər. Çünki hamı WhatsApp üzərindən, Telegram üzərindən, Facebook üzərindən canlı açar və bir-birini görür. Dünya balacalaşıb, hər yerinə əlaqə saxlaya bilirik. Amma o qohum üçün çay qoymaq, nə bilim, süfrə açmaq, onunla canlı oturub danışmaq və s. bütün bunlar sıradan çıxıb gedir. Bütün bunlar aradan çıxıb gedir. Yəni, bu gedişlə, indi biz əslində bunu deməsək olmaz. Həyatın mənasından danışırıq. Mənə gəlir ki, çağdaş həyat get-gedə çox böyük uçuruma və mənasızlıq uçurumuna doğru gedir. Çünki insan qədər bir-birinə təsir edə biləcək. Mən ikinci heç nə bilmirəm ki, yəni bir adamla görüşürsən, ondan aldığın informasiya istəyir, ondan aldığın enerji, istər mənfi, istər müsbət. Onu heç nədən almaq olmaz. Heç bir şeydən. Kitablar haqqında deyirlər ki, mən də sizə kitabımı hədiyyə gətirmişəm. Deyirlər ki, o kitablar bir zaman maşınıdır. Sən onu oxuyub ötən dövrə gələ bilərsən, gələcək dövrə deyə bilərsən falan. Amma kitablar da insanın məhsuludur axı. Bilirsiniz, bugün ən böyük mənə gəlir ki, problem insanın bir-birinə laqeydliyidir, soyuqqanlığıdır. Baxırsınız, pandemiya dövrünü biz niyə rahat atlatdıq? Çünki hamının əlində telefon var idi. Ünsiyyət imkanı var. Mobil telefondan qabaq pandemiya baş versəydi, 1 milyard adam ölərdi. Dəli olardılar. Biz bir-birimizdən ötürü dəli olardıq. Aydındır. Bir anlıq Leyla Məcnunun əlinə planşet verəyin. Yox, bir anlıq təsəvvür edin də. Yeni bir dizaynda, yeni bir tərtibatda, Məcnun eşqi o qədər dərin quruluşda. Təsəvvür ki, onların əlində sosial şəbəkə. Heç onlar bir-bir üçün o qədər darıxmazdı. Darıxmazdı. Bu mənim fikrimcə, bax, müasir insan daha çox intellekt əsaslı insandır. Və bugün süni intellekt
o insanın əlindən intellektual bacarıqlarını alır və yaxud o bacarıqların istifadəsini artıq ixtisara salır. Amma süni intellektin daxil ola bilməyəcəyi bir sahə var. O, duyğular, hisslər, ruh və mənəviyyatdır. Süni intellekt heç vaxt onu əvəz eləyə bilməyəcək. Düzdür, psixoloji asıllıq yaradır. Məsələn, darıxa bilən Bəli, hansı xüsusi elə insanlar var ki, ailədə onun ruhu düzgün formalaşmadığı üçün, mənəvi cəhətdən, psixoloji cəhətdən düzgün tərbiyə almadığı üçün, onlar süni intellektin psixoloji təsirlərinin altına düşürlər. Süni intellekt onlarda psixoloji asıllıq yaradır, intellektual asıllıq deyil. Bax, bu da nəzərdən Tamamilə doğrudur. Deyəsiniz ki, bəs doğru tərbiyə nədir? Yenə də qayıdaq, dinin tələbi nədir? Din mənanı nədə görür? Biz qayıtmalıyıq mı hardasa orta əsr psixologiyasına ki, mənanı yaxalayaq? Bəli. Yoxsa Müşfiq müəllim, bizim əsas məqsədimiz həyatda həyatı ali və mənalı hala gətirmək olmalıdır. Mənəvi dəyərlərə istinad eləmədən bu məsələdə səyahətə çıxmaq bizim əliboş qayıtmağımıza gətirib çıxaracaq. Çünki tərbiyə işi bütünlükdə dəyərlərə əsaslanan bir işdir. Biz nəyi tərbiyə eləyirik? Biz ruhumuzu tərbiyə eləyirik. Biz mənəviyyatımızı tərbiyə eləyirik. Biliklə insan öz intellektini qidalandıra bilər. İntellektual bir varlığa çevrilə bilər. Amma onun mənəvi varlığa, ruh insanına çevrilməsi üçün mənəvi tərbiyəyə ehtiyacı vardır, Müşfiq müəllim. Biz uşaq bağçalarımızın əvvəlki vəzifələrini bərpa eləməliyik. Uşaq bağçalarında hər şeydən qabaq uşaqlara tərbiyə verilməlidir. Bilik aşılanmalı deyildir. Məktəbdə müəllimlərin vəzifəsi təkcə bilik ötürmək yox, həm də tərbiyə vermək olmalıdır. Bugün müəllim sadəcə bilik ötürücüsü halına gəlmişdir. Təkcə bilik alan bir insanın ancaq intellekti inkişaf eləyər. Bəs şəxsiyyət? Onu elə süni intellekt də qəşəng əvəz edir. Ancaq intellektlə şəxsiyyət formalaşmır. Şəxsiyyətin formalaşması üçün intellekt də lazımdır, mənəviyyat da lazımdır, mədəniyyət də lazımdır. Yəni, insan mədəni yaşayırsa, mədəni düşünürsə, mədəni insan olaraq qalırsa, mən bu insanı şəxsiyyət adlandıra bilərəm. Öz biliyindən dağıtmaq üçün, yıxmaq üçün, əxlaqsızlığı yaymaq üçün, insanları istismar etmək üçün istifadə edən bir insana mən necə şəxsiyyət deyə bilərəm? Şəxsiyyət sözünü də cılızlaşdırmamalıyıq. Qaydaq mövzumuza, Müşfiq müəllim. Bugünkü dövrdə insanlar həyatda məna axtarırlar. Məqsədləri nədirsə, həyatın mənasını da onda görməyə başlayıblar. Ailədə bizə nə öyrədirlərsə, o bizim məqsədimizi əmələ gətirir. Məqsəd nədirsə, insanda odur. Ona görə məqsədlər düzgün müəyyənləşdirilməlidir. Məqsədlər ali olmalıdır. Məqsədlər bütün mərhələlərdə insan həyatını mənalı eləməlidir. Bu sadəcə məşğuliyyət olmamalıdır. Məsələn, təhsil almaq, yaxşı pul qazanmaq, bu sadəcə bizi məşğul edir. Bu məşğuliyyətdir. Bu, həyatdakı mənanı tapmaq mənasına gəlmir. Ona görə də bir daha deyirəm ki, bax, həzz əsaslı xoşbəxtlik var. Bu birbaşa mövzumuzla əlaqəlidir. Bir də məna əsaslı xoşbəxtlik var. İnsan həzzin arxasınca, maddiyyatın arxasınca, bu nisbi və müvəqqəti maddi nemətlərin arxasınca qaçmaqla o özünü xoşbəxt hiss eləyir. Amma bu xoşbəxtlik daha çox həmin şeylərdən asılılıqdır. Bu dopamin insanda meydana gətirir. Yəni, insan nə qədər çox həzz alırsa, bir o qədər asılı olur. Amma insan məna axtarışı nəticəsində xoşbəxtliyi əldə eləyərsə, onda onun xoşbəxtliyi qalıcıdır. Türklər buna yaxşı bir söz deyirlər, hüzur hiss eləmək daxildə. Bizdə xatircəmlik, aramlılıq. Bu baxımdan, Müşfiq müəllim, insan elə şeylə həyatın mənasını elə şey də görməlidir ki, o şey nisbi olmasın, o şey ölümün fonunda cılızlaşmasın, o şey əbədilik məzmunu kəssin. Ona görə də mən yığcamlaşdıraraq, xülasə edərək deyərdim ki, həyatın mənasını hiss etmək üçün, həyatımızın mənalı olmaq üçün insan hər şeydən qabaq Allaha, əbədiyyətə inanmalı və həqiqətə bələd olmalıdır. Bəs həqiqət nədir? Həqiqət ilahi iradədir, onun məzmunudur. Biz əgər Allahın bizdən nə istədiyini biliriksə, bax, həqiqət həmin şeydir.
Həqiqət nədir? Tarixən insanlar həqiqəti müəyyənləşdirməyə çalışıblar. Və əlbəttə ki, rasional yöndən yanaşdıqda biz filosoflar arasında, mütəfəkkirlər arasında həyatın mənasında olduğu kimi həyatın xoşbəxtliyin də nə olmasında konsensusa rast gələ bilmirik. Hərə həyatın mənasını bir şeydə görür, yaxud həqiqəti bir şeydə görür. Amma inandığımız və gördüyümüz bir şey var. Həqiqət nəsə ali bir şeydir, mütləq bir şeydir. Və əlbəttə ki, dünyada əgər biz Allahı ixtisara salsaq, iki ali həqiqət var. Həyatın özü və ölüm. Amma ən ali həqiqət burada ölümdür. Çünki ölümün fonunda həyat mənasızdır. Amma biz üç həqiqətdən danışsaq, yəni biz ora Allahı da daxil eləsək, onda həyat adlanan həqiqət vardır, ölüm adlanan həqiqət vardır və üçüncü bir həqiqət, Allah adlanan bir həqiqət vardır. Və bizim son hesab etdiyimiz ölüm, heçlik hesab etdiyimiz ölüm arada qalan bir həqiqətdir və o keçiddir, son deyildir. Buna görə də insanın öz həyatını mənalı hiss etməsi üçün, bütün dövrlər üçün, bütün yaş mərhələlər üçün, xüsusən də yaşlandıqda, tənha qaldıqda, həm yaşıdları dünyasını bir-bir dəyişdikcə, insanlardan vəfasızlıq gördükcə, o həyatdan soyumamaq üçün elə bir ali həqiqəti özünə dayaq seçməlidir ki, və onu elə bir inanc halına gətirməlidir ki, həmin ali həqiqətin onu nə vaxtsa tərk edəcəyini əsla düşünməsin. Bu Allahdır. Bilirsiniz, mənim fikrimcə həqiqət dünya evinin son mərtəbəsidir. Ondan o yuxarısı yoxdur. Amma el adam var ki, heç o həqiqətin yəni gedib çatmaq üçün heç o blokun yerini bilmir. Nəinki 1, 2, 3 sona qalmalıdır. Sevgi isə dünya evinin damıdır. Biz həqiqətə can atmaqdan ötürü, çatmaqdan ötürü birinci o binanı tapmalıyıq, girməliyik, qalxmalıyıq sonuncu mərtəbəyə qədər. Yəni aşağıdan yuxarı. Sevgi başqadır tamam. Sevgi odur ki, sən yuxarıdan aşağı düşürsən. Yəni o dama düşürsən, sən göydən yenirsən, sən yerdən yuxarı qalxmırsan. Sevgi ilə həqiqətin məncə fərqi bundadır. Birinə həqiqətə yəni addım-addım qalxıb çatırsan, amma sevgi belədir ki, sevgi bu bizim əlimizdə olan bir şey deyil. Sevgi yəni ilahi bir şeydir. Sevgi deyəndə qadına sevgini mi nəzərdə tutursunuz? Ümumiyyətlə sevgi. İndi bayaq müəllim deyir ki, insan həzzin dalınca qaçmamalıdır. Mənə gəlir ki, biz yəni ilk insandan tutmuş bizə qədər biz çox da dəyişməmişik. Yəni ilk insandan tutmuş bu günə qədər ki, indiki biz belə gözəl televiziyalarda oturmuşuq, qalstuk taxırıq, saat taxırıq, nə bilim danışırıq falan. Süni intellekt icad eləmişik, chat-GPT-miz var. Amma inanın ki, kitablar yazırıq. Mənə elə gəlir ki, ilk insandan bugünkü insan mahiyyət etibarında çox da dəyişməyib. O bayaq dediyi həyatda dediniz ki, insan nə qədər ki həyatdadır, onun mənasını anlamalıdır, o yaşayır var. Həyatda olaraq ölmüş adamlar var, ölərək yaşayan adamlar var. O günlərdə məndən bir nəfər soruşdu ki, bu imkanlı adamlar niyə başlayıb şeir yazmağa, kitab yazmağa falan. Dedim, çox sadə səbəbdən. Onlar Nizaminin, Füzulinin həyatlarına baxır. Baxırlar ki, yəni ki, Füzulinin özünün dediyi kimi də 9 axçanın ehtiyacından yazıb, müraciət edib. Fikirləşir ki, kasıb bir adam əgər illərlə, əsrlərlə yaşayırsa, mənim kimi imkanlı bir adam niyə yaşamasın? O yazıb yaşayıb, mən də yazıram. Sadəcə o başa düşmür ki, Allahın ona verdiyi var-dövlətlə qələm adamına verdiyi var-dövlət tamam fərqli şeylərdir. Bəlkə mənanı şöhrətdə görür ona görə. Onlar əbədi yaşamaq istəyirlər. Onlar bu dünyada şöhrət əbədiyyət kimi. Sonunda imkanlı adamlar ixtiyar çağlarında başa düşürlər ki, heç onlar ölən kimi, dünyadan keçən kimi, onlardan heç nə qalmayacaq. Biri var dünyada sözlə qalasın. Yəni ki, o elə bir şeydir ki, onun məhv eləmək olmaz. Məsələn, Üzeyir Hacıbəyevin sentyabrda yubileyi oldu. Sən görün Üzeyir Hacıbəyev neçə illərdir ki, az qala bir əsrə yaxında dünyasını dəyişib. Eləmi? Və evladı da yoxdur. Amma mən yazmışdım, yenə fikrimi təkrar eləmək istəyirəm ki, Azərbaycanda mənim üçün ən çox uşaqlı ata Üzeyir Hacıbəyevdir. Çünki
Mən də fəxr eləyərəm ki, özümü onun övladı kimi hiss edirəm. Çünki o həm ssenaristdir, həm publisistdir, həm redaktordur. Baxın, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan qəzetinin redaktoru bu adam, Azərbaycan qəzetinin və hakimiyyəti tənqid eləyir. Mən biləndə ki, zooparkın yaranmaqda onun ideyasıdır. Mən sadəcə dəhşətə gəldim ki, insan bu qısa ömürdə, bu Peyğəmbər yaşında nə qədər iş görüb, nələrə deməli, bu qadirdir bu adam. Və həmin onun dövründə də, Üzeyir Hacıbəyovun vaxtında da, görün nə qədər oliqarxlar olub, nə qədər var adamlar olub, nə qədər imkanlı adamlar olub. Düzdürmü? Sovet dövrünə keçəndə. Və indi bizim yadımızda ötən əsrdən qalanlar kimlərdir? Məsələn, acından öz şeirlərini satan Məhəmməd Adi. Məhəmməd Adi. Aydındır. Hansı ki, o Hadiyə heç çıxarıb nəsə vermək istəyən adam var. O fikirləşir ki, bu da yaşayır, mən də ona gülməli gəlib ki, bu dilənçi də yaşayır. Bu həyatda, bu Bakıda, bu ölkədə mən də yaşayıram. Amma biz o Hadinin o şeir satan əllərin öpürüyündür. Ki, nə yaxşı bizim belə bir adam, şairimiz var. Bəzi adamlar fikirləşirlər ki, onsuz da sonu ölümdürsə və doğrudan da doğulmaq ölməkdirsə, bu fəlsəfədən yanaşanda, fikirləşirlər ki, çox da nəsə eləməyə dəyməz. Amma mən əksinə fikirləşirəm ki, insan həyatdan sonraki həyatı üçün nəsə eləməlidir. Məsələn, indi son vaxtlar bilirsiniz, trend olub, 100 il sonra bizi heç kim xatırlamayacaq, evimizdə başqaları yaşayacaq. Mənə gəlir ki, bu məqsədli şəkildə yayınır. Ki, yəni 100 il sonra bizim evimizdə başqaları yaşayacaq, nəvələr, nəticələr adımızı belə çəkməyəcək. Elə bir şey yoxdur. Bizim elədiyimiz yaxşı şeylər 100 il sonra yaşayacaq, adımı çəkilməsə belə, bizim gördüyümüz pis işlər onlar da yaşayacaq. Hökm deyir ki, biz üstündə imzası olsun. İmzamız olsun. Məsələn, xoş bir təbəssümdür. Bayatılar 4 misradır və Azərbaycan ədəbiyyatının şahıdır. Müəllif yoxdur. Yoxdur. Həm də ona görə sevilir ki, orada təvazö var. Allah bilir. Kim Hə. yazıb hər halda. Qulu müəllim, sizin o bayaq sözünüzə qüvvət. Son vaxtlar bəzi yaşlı insanlarla söhbət edərkən onlara sual verirəm ki, sizcə həyatın mənası nədir? İnanın ki, qənaətbəxş bir cavab almadım. Verdikləri cavab bilirsiniz nə idi? Mən işə gəlməliyəm. Bu işlə məşğul. Deyirəm, nə üçün? Deyir, bu işə gəlməsəm, onunla məşğul olmasam mən ölərəm. Deməli, insan hələ də özünü məşğul eləyir. Mən nə Amma deyirəm? hələ də Deyirəm, həyatın Adəmdən mənasını bəri, tapa bilməyib. əzizim, Başını Adəmdən bəri qarışdırır. bizim Bəli, başını mahiyyət qarışdırır. etibarı ilə dəyişməmişik və o statistika aparılsa, ilahi bir statistikada, yəni bu ağla gəlməz bir hesablanma olardı. Amma mənə elə gəlir ki, axırda gəlib riyaziyyatda məlum olacaqdı ki, bizim eradan əvvəl nə qədər həyata düşünən, mənasını düşünən və düşünməyən adamlar varsa, onların arasındakı balans pozulmayıb. Hə. Aydındır. Bir Yaponiyada bir kişi olub, deyir, təqaüdə çıxandan sonra 10 ildə hər gün eyni vaxtda evdən bayıra çıxırmış, iş adı ilə gedib parkda oturmuş. Arvadı da bilməyib ki, bu çoxdan təqaüdə çıxıbdır. Yəni, məna tapa bilmiş. Və əslində o ruhun boşluğudur. Mən ona görə bayaq dedim ki, ruh insanı olmaq lazımdır. Ruh insanı olmaq o mənaya gəlmir ki, mən intellektual insan olmayacağam, fiziki görkəmə fikir verməyəcəm. Yox, amma mənim üçün ruh əsas olacaq. Çünki insanın ruhu sevinəndə sən də sevinirsən. Məsələn, bəs ruhu nə sevindirir, ruhu nə oxşuyur yaxşı işlər görəndə? Ruhu ağ saxlamaq lazımdır. Sən ruhunu ağ saxlaya bilsən, insanlara yaxşılıq etmək, yaxşı izlər görmək haqqında düşünəcəksən. Baxın, elə insanlar var ki, ancaq ego mərkəzli yaxşılıqlar edirlər. Yəni, mən tanınım, bilinim və s. İnan ki, bu insanlar xoşbəxt deyirlər. Çünki o ruhdan gəlmir. Onların ruhu azad deyil. Təsdiqləyici başqası lazımdır. Bəli, onların ruhu boşdur. Özünün xoşbəxtliyi üçün kənar təsdiqə ehtiyacı var. Amma elə insan var ki, onun xoşbəxtliyi daxildən gəlir. Çünki ruhu azaddır. Məsnəvidə belə bir hekayə var. Deyir, qanım qara idi, dəlixananın yanından keçirdim. Gördüm ki, bir dəlinin ora-bura qaçmasın deyə əlini bağlayıblar, qolunu bağlayıblar. Amma gözəl səslə mahnı oxuyur, şeir deyir. Dedim, bədbəxt, sən azad deyilsən, necə belə sevinə bilərsən? Deyir, mənim əlim, qolum bağlıdır, ruhum ki bağlı deyil. Yəni, insanın ruhu azad olmalıdır. İnsanın ruhu ağ olmalıdır, saf olmalıdır.
Tagorda var. Mən çox sevirəm onu. Birinci səviyyədə onu mən ulduzu da vermişəm. Elə harda Tagor mənim də imkan sevimli şairim. deyir ki, ağaca dedim mənə sevgini anlat. Çiçək açdı. Çiçək açdı. Mən çox təəssüf edirəm, bizim zamanımız yekunlaşmaq üzrə oldu, amma çox gözəl söhbət gedirdi. Ağacdan sevgi haqqında soruşublar. O da çiçək açıb deyə cavab verib. Allah da Quranda deyir ki, mən insanları mənə ibadət etsinlər deyə yarattım. Yaratdım ki, onlar yer üzündə həqiqətə, gözəlliyə və ədalətə xidmət etsinlər. Və bu mənanı da tapmayan insan mənəviyyata da gəlib çıxa bilmir. Çünki məna ilə mənəviyyat arasında elə bilirəm ki, əlaqə də təsadüfi deyil. Təşəkkür edirəm sizə bu söhbət üçün. Siz sağ olun. Sağ olun. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.